8 iyul 2026-cı il. Kəlbəcər rayonunun Abdullah Uşağı kəndi. Bu kənd qədim tarixi köklərə malik olan Ulu Türk yurdudur. Bu kəndin 1500 ildən artıq bir tarixi var. Eyni zamanda bu kəndin ərazisi həm də təbiətlə Tanrının qovuşduğu məkandır. Çünki Tanrı bu ərazilərin gözəlliyi üçün bütün imkanlarını sanki səfərbər eləyibdir. Bura həm də saf insanların yurdudur. Bura həm də dəyərli insanların yurdudur. Bura həm də torpaq, vətən, yurt sevdalı insanların məkanıdır. Doğma yurdudur. Onun kutsal, müqəddəs saydığı bir məkandır. Bu yerlərin insanları saf olduğuna görə bu təbiətlə insanlar arasındakı harmoniyada elə sanki biri-birini qanuna uyğun şəkildə ilahi bir düzənlə tənzimləyir. Rəngarəng bitkilər, zəngin təbiət lövhələri, zəngin təbiət nümunələri, bunların hamısı məhz bu coğrafiyadadır, məhz bu ərazidədir. Bu ərazi heç vaxt haram yeyən məmurların məkanı ola bilməz. Rüşvətxor məmurların dövlətinə, xalqına, millətinə qarşı düşmən münasibət sərgiləyənlərin və təmənna güdənlərin məkanı ola bilməz. Bura yalnız əqidəli insanların, yurt sevdalı insanların məkanıdır. Ona görə də bu ərazinin kutsallığını, bu ərazinin müqəddəsliyini qorumaq bizim hər birimizin borcudur. Və deyərdim ki, müqəddəs missiyasıdır.